Vaxtınız xeyir. Bugün biz Alman dilindən sıra sözləri öyrənəcəyik və onları cümlədə nümunələr şəklində işlədəcəyik. Birinci növbədə Alman dilində bu sıra sözləri, yəni qrammatik olaraq hansı formada çıxır? Birinci ona baxaq ki, ən azından testlərdə və yaxud da imtahan suallarında seçə bilək. Əgər biz görürüksə ki, Reihenfolge Wörtern temporale Adverbien yazılırsa, deməli söhbət burada sıra sözlərindən gedir. Dərsin adını yazaq birinci növbədə. Reihenfolge Wörter temporale Adverbien. Bunlardan birinci növbədə ən çox istifadə olunan cümlələrdə zuerst fe'lidir. Daha doğrusu sözüdür. Zuerst sözünün mənası əvvəlcə deməkdir. Əvvəlcə. Sonra ikinci istifadə olunanı dan, ki n-lə göstərilən, dan sonra deməkdir. Sonra. Üçüncüsü var danach. Danach bundan sonra deməkdir. Bundan sonra. Dördüncüsü schließlich və yaxud da zuletzt deyə bilərik buna. Zuletzt. Hər ikisinin mənası sonda, nəhayət mənasına gedir. İngilislərdə finally kimi istifadə olunan sonda və yaxud da ki, nəhayət. Beşinci sual sözümüz gleichzeitigdir. Eyni anda mənasını verir. Gleichzeitig. Deməli, nə oldu? Eyni anda deməkdir. Eyni anda. Sonra beşinci var woche. Woche. Bu nə deməkdir? Əvvəldən mənasını verir. Əvvəldən. Altıncı sual sözümüz nach'dir. Nach'. Nach'də nə deməkdir? Yəni sonradan mənasını verir. Sonradan. Sonradan. İndi bunları biz ümumi bir mətn içində işlədək ki, heç vaxt yadımızdan çıxmasın. Yəni gündəlik istifadə olunan mətnin içərisində verək. Məsəl üçün birinci zuerst fe'lini istifadə eləyək. Məsəl üçün deyək ki, ilk növbədə əvvəlcədən saat 7-də oyanıram. Zuerst stehe ich 7 Uhr auf. Yazaq bunu cümlə içərisində. Deməli, zuerst stehe ich 7 Uhr auf. Bu auf nədir? Aufstehen fe'lidir. Yəni ayrılan fe'l olduğuna görə biz ayırdıq və auf'u cümlənin sonunda qoyduq. Deyir, əvvəlcədən səhər 7-də dururam. Sonra yazaq ki, sonra neyirəm? Səhər yeməyi yeyirəm. Sonra nə idi? Dan deməkdir. Dan. Frühstücke ich. Frühstücke ich. Bundan sonra hara gedirəm? İşə gedirəm. Yazırıq burada danach. Danach. Gehe ich zur Arbeit. Zur Arbeit. Gördüyünüz kimi bir cümlə içərisində mən hansılar işlətdim? Zuerst işlətdim. Dan işlətdim. Danach'ı qoyduq yerinə, bəli, qoyduq. Deməli, zuerst stehe ich 7 Uhr auf, dann frühstücke ich, danach gehe ich zur Arbeit götürülür. Bax belə. Sonra davam eləyək. Yazaq məsəl üçün, məsələn, qurtardı işimiz, işə getdik və nə olur? Nəhayət, sonunda evə gedirik. Yəni, belə yaza bilərik bunu. Schließlich
komme. Schließlich komme ich nach Hause. Nəhayət ki, yəni sonunda nə edirəm? Evə gedirəm. Yəni bunlar gün ərzində istifadə elədiyimiz cümlələrdir, sözlərdir. Həm yəni məlumat vermək üçün özümüz haqqında kömək olur, həm də nə edirik? Söz sırası üçün bizə lazım olur bu sözlər. Aha, ondan sonra nə götürürük? Məsəl üçün evə gəldik, biz nə edirik? Yemək məsəl üçün yeyirik, tutaq ki. Elə bilin ki, sizə zəng gəlir və telefonla danışa-danışa yemək yeyirik. Və biz nə yazacağıq onda? Ich esse und telefoniere və yeyirəm və danışıram. Necə? Eyni zamanda, yəni gleichzeitig yazırıq. Gleichzeitig. Yəni eyni anda həm yeyirəm, həm danışıram. İşlətdikmi bunu da? Eyni zamanda sözünü də işlətdik. Sonra nə deyək? Məsəl üçün, deyək ki, televizora baxmaq istəyirik. Evdəkilər deyir ki, sənin bəs dərslərin yoxdur, dur, məsəl üçün, dərsini oxu falan. Belə bir cümlə yaradaq. O zaman yazırıq ki, biz woher habe ich meine ev tapşırıqları nə idi? Hausaufgabendir. Hausaufgaben gemacht. Gemacht nə idi? Gemacht feili gemacht. Machen feilinin keçmişidir. Habe gemacht. Bunlar yəni birdir. Sadəcə burada artıq woher sözü var deyə neyinir? Dəyişir. Söz sırası dəyişir. Aha, nədir? Yəni əvvəldən ev tapşırıqlarını işləmişəm. Valideynimizə dedik ki, bizə dalaşmasın. Televizora baxaq, telefonla oynayaq. Sonra nə var burada? Hansı qaldı? Nachher, sonradandır. Sonra nə deyək? Məsəl üçün, tutaq ki, kimsə sənə deyir ki, mənə zəng eləyərsən, telefonla, WhatsAppda danışdığın yerdə, o zaman bunu deyə bilərik ki, məsəl üçün, əlimizdə vacib bir işimiz varsa, ich rufe dich. Ich rufe dich nachher an. Burada da əlbəttə ki, anrufen feili var, zəng eləmək. Telefonla, belə deyək. Zəng eləmək, aramaq ayrılan feildir. Burada gördüyünüz kimi rufeyan, anrufeni ayırmışıq. Hansı sözü işlətdik burada? Naxə sözünü işlətdik. Belə, deməli bir də üstündən təkrar keçək. Söz sırası üçün, yəni biz 6 dənə yeni bir söz öyrəndik ki, bunlar istifadə olunur. Əsasən də Alman dilində A2 versiyasında, A2 levelində zuerst əvvəlcə, dann sonra, danach bundan sonra, schließlich və yaxud da zuletzt sonunda nəhayət gedir. Gleichzeitig eyni anda, woher əvvəldən, nachher sonradan. Əslində woher, nachher bir növ elə bil ki, antonim sayılır, bir-birinin əksidir. Və mətn əsasında mən sizə başa saldım. Zuerst stehe ich 7 Uhr auf, dann frühstücke ich. Danach gehe ich zum Arbeit, schließlich komme ich nach Hause, ich esse und telefoniere gleichzeitig, woher habe ich meine Hausaufgaben gemacht, ich rufe dich nachher an. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, hər şeyi başa düşdük.